Elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Deməli, qardaşlar, ən böyük ibadətlərdən biri də ümrə etməkdir. Ümrə etməyin böyük savabı, böyük fəziləti gəlmişdir hədislərdə. Bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, iki ümrə arasında olan günahlara kəffaradır, qəbul olunan haccın qarşılığı cənnətdən başqa bir şey deyildir. Deməli, bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə buyurur ki, yəni, ümrə günahları bağışlayır, günahları silir, günahlara kəfarədir. Bu bir müsəlman üçün bir fürsətdir. Allah Teala səni bağışlamaq istəyir. Allah Teala sənin günahlarını daha xeyirli əməllərlə əvəz etmək istəyir. Bu sənə bir şansdır. Bunu istifadə elə. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ümrəni və həcci çoxaldın. Ümrəni və həcci çoxaldın. Çünki bunlar, bu əməllər insandan günahları bağışlayar, günahları af edilər və o insanın kasıblığını aradan qaldırar. Subhanallah. Baxın, bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm daha belə bir fəzlət bizə deyir ki, həm günahları bağışlanır, həmçinin Allah Teala nə edər? Onun kasıbçılığını aradan qaldırır. Deməli, qardaşlar, təbii imkanı olanlar bu fürsəti qaçırmalı deyil, etməlidir. İmkanı olmayanlar da düşünməsin ki, ümrə etsələr daha kasıblayarlar. Ümrə etsələr daha işləri yanlışa gedər. Belə düşünməsinlər. Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Ümrə etmək insanın kasıbçılığını aradan qalır. Bu, Allah Teala'nın verdiyi bir bərəkətdir. Və qardaşlar, bunlardan başqa da fəzilətlər vardır. Bunlardan başqa da bir çox fəzilətlər vardır. Kəbədə gəlib namaz qılmaq, Məscid-ül Haramda Kəbədə namaz qılmaq, başqa məscidlərdən namaz qılmaqda fəziləti 100.000 qat artıqdır. Yəni, bundan başqa da sən ümrənin fəzilətindən, savabından başqa da savab qazanacaqsan. 100.000 savab nə demək? Sən düşün, sən evində olduğunda qıldığın namazı neçə il namaz qılasan ki, burada qıldığın namaza bərəbərinə çatsın savabı. Məscidi, Allah Rasulunun məscidinə gedəcəksən, Mədinəyə ziyarət edəcəksən, orada qılınan namaz necədir? 1000 qat daha artıqdır. Digər məscidlərdə qılınan namazlarda. Ümrəni etdinmi, lap üst qata çıxacaqsan. Bura daha üst qatdır, qardaşlar. Burada ümrəni etdikdən sonra gəlib təvaf edə bilərsən. Təvaf da böyük bir ibadətdir. Hər addımına günahın silinir və sənə bir fəzlət yayılır, savab yazılır. Və qardaşlar, bu şeyə can atın, çalışın, həris olun. Baxın, soruşun gedib gələn qardaşlar. Məşallah Nəsib qardaş ilk dəfə ümrəyə gəldi. Baxın, necə əlhəmdülillah sevindi, necə əlhəmdülillah qəlbi açıldı, imanı artdı. Bu imanın dadını, şirinliyini daha gözəl başa düşdü. Yəni, düşünün, sən istəməzsənmi ki, qardaşım, illərlə ibadət edərkən durduğun qibləyə gəlib görəsən? İstəməzsənmi, qardaşım? Bu böyük bir fəzlət, böyük bir şərəf deyilmi sənin üçün? Ona görə, qardaşlar, fürsətinizi qaçırmayın, elə bugündən başlayın ki, özünüzə imkan eləyin, gələsiz, bu ibadəti dadasız. Cəzakumullahu xayran, bərakallahu feykum. Subhanəkə Allahumma